Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Deməli, bu Rafizi Qasım Səfərova cavab verdikdən sonra hardakı o İmam Ən-Nəvəviyə böhtan atırdı ki, güya İmam Ən-Nəvəvi deyir ki, yəni müxalifə rədd verdiyin zaman, cavab verdiyin zaman gördün bacarmırsan, yalan danışa bilərsən, özündən belə bir nəticə çıxartdı və ona cavab verəndən sonra təzədən bir də cavab yazıb, əgər buna cavab demək olarsa və adını da qoyub İnatkar Vahabiyə bir daha izah, çıxış yolu nədir? Və burada güya çıxış yolu göstərir və s. Yəni təlbis, başqa heç bir şey. Təlbis, bir də söz altında qalmayın deyənə nəsə cavab verim. Nəsə bir cavab olsun burada. Gəlin qulaq asaq, görək bu nə deyir. Burada da bu cürdür. Hər o mistaq, hər o məqsud ki bəyəniləndir, deyir əgər onu aradan aparmaq yalansız mümkün deyilsə və bunu aradan aparmaq, bunu ələ gətirmək vacibdirsə, yalan danışmaq da vacibdir. Məntiqi cəhətdən bunu başa düşmür. Misal gətirir, nəyi misal gətirir? Elə misalından bilinir ki, sən anlamamışsan İmam Nəvəvinin sözünü. Misalda deyir ki, onda mən ticarət edirəm, ticarət də məqsuddur, məqsədimdir və xarab malı yalan danışım satım. Amma İmam Nəvəvi buna başqa yerdə deyir, icazə vermir, bunu haram bilir. Bax, görürsən, misalından bilinirsən, səhv deyirsən. Niyə görürsən? Burada sən Ən-Nəvəvinin sözünü sən anladın, heç Ən-Nəvəvinin demədiyi bir şeyi ora gətirdin, oradan bir şey belə özündən çıxartdın ki, güya böhtan atmağa icazədir burada, yalan danışmağa icazədir. Halbuki o misalda, o misala gəl qaydaq, nə demişəm, ticarət edirsən, ticarət özü-özlüyündə icazəli bir əməldir. Və mən ticarət etdiyim zaman malımda xarablıq var, malımı satıram. Yaxşı, bunu müqayisə eləsək Ən-Nəvəvi rahimehullahın bu fətvasına, o zaman mən yəni böhtan atmaq və yaxud yalan danışmaq icazəli deyil. Yəni bu cür baxsaq məsələyə ki, yalan danışmaq, böhtan atmaq müxalifə icazəli deyil. Allah Teala Quran-Kərimdə deyir ki, əmr eləyir ki, yəni bir qövmə qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Və mən durub məqsədim budur ki, böhtan atım kiməsə, hansısa müxalifə, böhtan atım, ona yalan nəsə danışım. Bu məqsəd olmaz. Necə ki, ticarətlə sən gətirdin ha ki, xarab mal satmaq olmaz. Əsli özü-özlüyündə bu əməl yaxşı əməl deyil ki, durum, məqsədim nədir? Kiməsə böhtan atım, hansısa bir müxalifə, bidət əhlinə böhtan atım. O zaman bəli, hələ bu yanaşma, bu mənim gətirdiyim misalla sən bu cür yanaşsansa, buna da belə bu cür yanaş. Ki, özü-özlüyündə müxalifə, böhtan atmaq icazəli deyil. Yox, əgər başqa cür yanaşsaq, ticarət eləyirəm, əsli özü-özlüyündə ticarət icazəlidir, halal bir işdir və o ticarət əsnasında mənim malımda bir nöqsan var, mən onu satıram. Bu artıq mənim gətirdiyim misala da uyğundur. Necə ki, bunu etmək olmazsa Nəvəvidə rahimehullah, yəni başqa yerlərdə, ticarət məsələlərində xarab malın satılması, ğış və s. bu şeylərə də toxunur ki, icazəli deyil. Yəni məsəl, gətirdiyim misal tam elə yerindədir. Sən sadəcə anlamamısan və yaxud anlamaq istəmirsən, cəmaatın gözündən pərdə asmaq və yaxud cəmaatı elə göstərmək ki, nəsə cavab verdim. Yəni, şeyximiz, ustadımız cavab verdi. Necə bunu desinlər. Bax, görürsən, misalından bilinirsən, səhv deyirsən. Niyə görə? Çünki sənin ticarətdə o satqıda məqsədin xarab malı satmaqdır. Xarab malı satmaq məqsud, məhmud, bəyənilən bir məqsəd deyil. Yaxşı, xarab malı satmaq bəyənilən məqsəd olmadığı kimi də bir müxalifə böhtan atmaq da, yalan danışmaq da yəni öz-özlüyündə məqsud olan bir şey deyil. Çünki özün deyirsən, İmam Nəvəvi başqa yerdə deyib ki, haramdır, belə şey olmaz. Deməli, məqsud deyil, məhmud deyil o. Bəyənilmiş iş deyil o. Yox, sənin üçün bir vəziyyət meydana çıxsa ki, bəyənilmiş iş olsa, məsələn, hansı halda? Sən ayaqqabı satırsan, yeməyin yoxdur yeməyə, acından ölürsən. Ölmək də olmaz axı, insan görə yemək üçün ki, sağ qalsın. Buna görə bu bəyənilmiş məqsud, sağ qalmağın, özünü təhlükəyə atmamağın bəyənilmiş məqsudda bütün ağıllı adamlar belə fikirləşir. Bunu ərsəyə gətirmək yalansız mümkün deyil.
Bunun təhsili ərsə gətirmək yalansız mümkün deyil və bunu ərsə gətirmək də vacibdir, sağ qalmağın vacibdir. Hə? Sən bu halda yalan danışırsan. O halda artıq o məqsud, Məhmud məqsud babından olur. Su girdi qaba oldu içməli. Artıq ona sidq olur ki, bu bəyənilmiş bir məqsəddir. Onda yalan danışırsan. Amma yox, sənin misalın ticarətdirsə, sən axı misalını ticarətdən vurmursan, axı xarab mal satmaqdan vurursan. Xarab mal satmağı da deyirsə İmam Nəvəvi icazə vermir. Deməli, dəlil var o məsələyə icazə verməməsinə. İndi sənin öhdəndə 2 dənə iş var, usulü dillə izah edirəm və sadə şəkildə. Sən mənim sözümü, mənim misalımı 2 cəhətdən 2 dəlil gətirməklə mənim misalımı rədd edə bilərsən, aradan apara bilərsən. O da nədir? Birinci budur ki, usul elmində qeyd edildiyi kimi, təxəssüsən xaric bir dəlil gətirməlisən, yaxud təxsisən xaric. Yəni, ya xurucun mövdui gətirməlisən, ya da xurucun hökmü. Nə deməkdir bu? Ya sən dəlil gətirməlisən, xurucun hökmü deyirlər, təxsisən, müxəssis gətirməlisən, başqa yerdən dəlil gətirməlisən ki, İmam Nəvəvi bütün bəyənilmiş məqsədləri deyib, amma şiənin ifşa etmək üçün ki, bu məqsud Məhmuddur, Məhmud məqsud bəyənilmiş məqsəddir, bunu istisna eləyib. Xüsusi dəlil gətir, necə ki, ticarətdə dəlil gətirdin, İmam Nəvəvi filan yerdə belə deyir. Ya o cür dəlil gətirir ki, İmam Nəvəvi ona icazə verməyib, söhbət bağlansın. Ya da təxəssüsən dəlil gətir, təxəssüsən xaric elə onu. Yəni, xurucun mövduiyyun. Yəni, nə? Yəni də ki, şiəni, Hacı Elmanı, Seyyid Elmanı və yaxud şiəni ifşa eləmək bizim üçün bəyənilmiş Məhmud bir məqsəd deyil. Deməli, bu məsələyə də cavab verək. Yəni, Məhmud məqsəd deyil, o məqsəd ki, məqsəd o olsun ki, şiə olsun, fərqi yoxdur, hansı kim olursa olsun, ona mən məqsədim odur ki, yalanlayım, yəni ona iftira atım və yaxud nəsə yalan deyim və yaxud böhtan atım. Bu məqsədlə eləsəm, bu başqa bir şey. Amma o ki qaldı, mən misal da gətirdim o Nəvəvinin sözünə. Yəni sən oradan kull məqsudin sözündən götürüb, ora artıq əlavəni etmək ki, bu da bura daxildir. Biz siyaq kəlmənin, onun sözlərinin siyaqından anlayırıq ki, məqsəd o deyil. Hətta kull kəlməsi gəlsə də belə, ümum ləfzi gəlsə də belə, onun yəni sözündən tam şəkildə baxanda və həmçinin Əl-Əzkara gedib baxanda, orada gətirdiyi hədisləri, ayətləri, onlara nəzər salanda bizə bəlli olur ki, yalandan o nə qədər, yalan barəsində nə qədər ayət və hədislər gətirir orada. Və buradan da açıq aydın bəlli olur ki, bunun məqsədi bu deyil ki, bidət əhlinə rədd etdiyin zaman yalan danışmaq icazəlidir və yaxud onlara böhtan atmaq icazəlidir. Və həmçinin də Allah Taala'nın bu ayəsi ki, bir qövmə olan kin qüdrətiniz sizi ədalətsizliyə sövq etməsin. Bu əməl ədalətin əksidir. Mən durum məqsədim o olsun ki, kimisə yalanlayım. Sadəcə burada artıq sən düşün, yəni buradan öz məntiqinlə çıxartdığın belə bir nəticə ki, buradan deməli bu da bura daxildir. Bu sənin beyninin məhsuludur, bu bizə lazım deyil. Atırıq bunu kənara. Batil bir şeydir. Yəni əgər açıq, aşkar, aydın ləfz gətirə bilirsənsə gətir. Çox uzatma. Ən-Nəvəvinin bu haqda açıq ləfzini gətirə bilirsən, gətir. Necə ki, xoy barəsində mən gətirdim. Və sonra deyirsən ki, xoy məsələsinə toxunmayaq, mən ona cavab vermişsən. O cavaba da baxmışam. O cavab deyil. Orada da fırlatmaqdır. Gətir onu, gətir bir də cavab ver ona. Gətir o cavabı, ona da mən cavab verəcəm. Xoyinin fətvası burada. Gətirəcəm onu, qoyacam qabağıma, açıq-aşkar ləfzlərini. Ondan sonra danışarıq. Cavab ver. Niyə xoy söhbətini yan keçirsən ki? Mən ona nə vaxtsa cavab vermişsəm kiməsə. Vermişsən ki, bir də cavab ver. İndi məqamdır. Yenidən o məqam gəlib ki, sən cavab verməlisən o şeyə. Yəni xoyinin o fətvasına. Mən necə ki, xoyinin fətvası kimi fətva gətirdim ha. Bax, o cür fətva istəyirəm səndən ki, gətirəsən ki, Ən-Nəvəvi məqsədi budur, qəsdi budur, bunu deyir, açıq-aşkar deyir. İttiham məqamında açıq ləfz lazımdır. Vəssalam. Ona görə nala bıxa vurmaq lazım deyil. Və subhanəkallahum bihamdik əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbu